Göygöl rayon Mərkəzi Xəstəxanasının baş həkimi Vasif Əliyev peşəkarlığı, yüksək təşkilatçılıq qabiliyyəti və vətəndaşlara olan diqqət və qayğısı ilə seçilən bir tibb xadimidir. Uzun illərdir səhiyyə sahəsində fəaliyyət göstərən Vasif müəllim həm kollektivinə, həm də rayon əhalisinə nümunə olan humanist və məsuliyyətli bir şəxsiyyətdir. Onun rəhbərliyi dövründə Göygöl rayon Mərkəzi Xəstəxanasında tibbi xidmətin keyfiyyəti yüksəlib, xəstəxana müasir tibbi avadanlıqlarla təmin olunub və pasiyent məmnuniyyəti əsas prioritetə çevrilib. Vasif Əliyev daim yeniliklərə açıq, inkişaf yönümlü və komandasına arxa dayaq olan rəhbər kimi tanınır. Sakinlərin sağlamlığını hər şeydən üstün tutan Vasif müəllim sadəliyi, əxlaqi keyfiyyətləri və dərin bilikləri ilə həm tibb işçilərinin, həm də xəstələrin böyük rəğbətini qazanmışdır. Onun yorulmadan çalışması, hər bir xəstəyə fərdi yanaşması və insanlara verdiyi dəyər onu öz sahəsinin layiqli nümayəndəsinə çevirir. Lakin bugün bəzi sosial şəbəkələrdə Göygöl rayon Mərkəzi Xəstəxanasının baş həkimi Vasif Əliyev haqqında yalan, böhtan xarakterli xəbərlər paylaşılır. Nəzərinizə çatdırmaq istəyirik ki, Vasif Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Bu cür yalan, böhtan xarakterli məlumatlar yayan hər bir şəxs lazımi qaydada araşdırılmalı və barələrində lazımi tədbirlər görülməlidir. Biz də bu çətin və şərəfli işini böyük ləyaqət və vicdan hissi ilə icra etdiyi üçün Vasif Əliyevə təşəkkür edir. Ona gələcək işlərində uğur və müvəffəqiyyətlər, həmçinin yeni nailiyyətlər arzu edirik.